Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən əməliyyat tədbirlərini davam etdirir. Daxili İşlər Nazirliyindən Stop Narkotikaza bildirilib ki, bu çərçivədə Sabunçu rayonunda həyata keçirilən növbəti əməliyyat zamanı 42 yaşlı Kərəm Məmmədov və 33 yaşlı Səidə Cavadova saxlanılıb. Araşdırma zamanı müəyyən edilib ki, saxlanılan şəxslər birgə yaşadıkları mənzildə 11 kiloqrama yaxın marixuana, psixotrop maddə olan metamfetamin, həmçinin narkotik vasitələrin qablaşdırılması və satışında istifadə olunan elektron tərəzi saxlayıblar. Əlavə olaraq, Kərəm Məmmədovun yaşadığı digər ünvana baxış keçirilərkən bir ədəd Makarov tipli tapança, daraq və bir neçə patron da aşkar olunaraq götürülüb. Saxlanılan şəxslər ilkin ifadələrində narkotik vasitələri və odlu silah sursatı Astara rayonu ərazisindən əldə etdiklərini bildiriblər. Faktla bağlı cinayət işi başlanılıb, hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.